Gördük sizləri. Artıq 10 gündür ki, biz Çin Xalq Respublikasındayıq. Çinin bir neçə şəhərində olduq. Pekin şəhəri, Tianjin şəhəri. Bu gün isə artıq Şanxay şəhərindəyik və Şanxay möhtəşəm bir şəhərdir. Həm qədimiliyi var, həm yeniliyi var və bu gördüyünüz ərazilər isə Şanxayın bulvarıdır. Təzə binalar, telegüllər, hündür mərtəbəli binalar, bu qarşımızda gördüyünüz çay və bunları bizə yaşadan Tiens şirkətidir. Tiens şirkətinə minnətdarlıq, təşəkkürümüzü bildiririk. Tiens 33 illik dünya bazarında var və bu il sırf 33 illiyini qeyd elədi. 10 mindən çox insan iştirakı ilə keçirilən beynəlxalq tədbir. Eyni zamanda şirkət Guinness rekor kitabına düşdü. Öz adını yenidən yenilədi. Azərbaycan heyəti isə 40-a yaxın əməkdaş məhz Çin Xalq Respublikasında səfərdə oldu. Növbəti videolarımız olacaq Balidə, növbəti videomuz olacaq Qətərdə, növbəti videomuz olacaq Sinqapurda, Malayziyada və təbii ki, bunların hər birini biz kollektiv olaraq yaşayırıq. Əgər siz də həyatınızı istirahətə ayırmaq istəyirsinizsə, məhz bu gündən qərar verib başlaya bilərsiniz. Sağ olun.